Biz sizin kreditinizi yıkladık İslam Bey. Sizin adınıza geçişmelerin olduğuna göre təəssüf ki biz size kreditə məhsul verə bilməyəcəyik. Oldu, çox sağ olun, əziz çəkdiniz. Rüstam bəy, təəssüf ki sizə kredit ayıda bilməyəcəyik. Adınızda gecikmə var. Bilirəm, anlayıram, amma gecikmələr çoxdur. Əvvəl işləmirdim, biraz çətinçilik edirdim. Söz deyirəm, yəni ki, baxacaq kredit vaxtı var. Təəssüflər olsun. Çox sağ olun. Rüstam bəy, sənədlərinizi yoxladıq. Sənədlərinizdə gecikmə günləri səhvdən artıq çoxdur. Amma təəssüflənməyə dəyməz. Biz sizə kredit ayıracağıq. İstədiyiniz məhsulu seçin, adınıza rəsmiləşdirin. Oldu, çox sağ olun müəllim. Allah köməyiniz olsun. Sizdə çatdırılma, quraşdırılma pulsuzdur. Bəli, çatdırma və qulaşdırmamız tamamilə pulsuzdur. Ünvan desəm çatdırarlar da. Əlbəttə, əlbəttə. Çox sağ olun. Alo, Murat, akşam Galatasaray arabasına ne verir?